Möminlər, xanım Zeynəb salamlı Reyhanın mövludunda özümə borc bilinən xanım Zeynəb kimi əziyyət çəkən, həbsdə olan qadınlardan gələ danışam. Yoxsa xanım Zeynəbə xəyanət etmiş olaram, öz payıma bunu deyirəm. Xanım Zeynəbin həyatında çox maraqlı bir hadisə var. Biz bəzən fikirləşirik ki, bizim əhl-i-beyt imamlarımız həbsə düşüblər ancaq. Allahın salamı olsun olaraq. Xeyr. O cümlədən xanım Zeynəb də Kufədə İbn Ziyadın həbsxanasında zindanda olub. Allah İbn Ziyada lənət eləsin. Bu günləri hicab taxan, İmam Hüseynin qırxında şirniyyat paylayan o xanımları da unutmayaq. Onlar da hicablı xanımlarımız bugün həbsdədirlər. Bu bilirsiniz nə deməkdir? Bir müddət Azərbaycanda hicaba qadağa qoyanda bizim qeyrətli kişilərimiz, qeyrətli oğlanlarımız, hətta namaz qılmasa da belə hicab üçün elə şeylər elədilər ki, hicab qadağasını qanuniləşdirə bilmədilər. Unutmayın həmin o qadınları. Bugün həbsdə olan qadınları. Çox acı bir şeydir. Biz bugün dua eləyəndə həbsdə olanlar üçün o xanımları da dua etməli oluruq.